Hər vaxtınız xeyir əziz dostlar. Gəlmişəm yenə bu Ramanda Şuşa qəsəbəsindəyəm. Yəni hal-hazırdakı vəziyyət bax bu durumdadır. İndi evin içi bilmirəm nə vəziyyətdədir. İndi keçəcəm evin içinədir. Ev görsənir buradan. Girək evin içinə də baxaq. Videodan da sonra canlı yayım atacağım. Hər kəs gözləyirəm. Yəni gəlsəz çox yaxşı olar. Gedirəm evin içinə. Oradan da sizə təkəm göstərəm. Baxın. Baxın yenə həmişə kimi evə hasarların, divarların üstündən gedirəm. Su daş düşür, suya lop səs verir. Biabırçılıqdır. Baxın. İndi evi göstərəcəm sizə. Ayda da hələ həyət qalır. Bu həyətdir. Həyət yenə olduğu kimi qalır. Bu da evdir. Yenə suyun içindədir. Güya sevinmişdim ki evdən su çəkildi. O da yenə yağış biraz yağan kimi yenə qalxdı. Yenə su qalxdı. Bu da yenə qapının vəziyyəti, çölün vəziyyəti. Biabırçılıqdır. Bilmirəm necə eləyim, nətər eləyim. Bir dəfəli başıma uçsaydı mən də rahatlaşardım, siz də bu. İnsanları da bezdirdim. Düş. Vaxtında böyük qulaq asmayında belə olur da. Şalvarımı çıxardım da. Aa, ne çıxarsın? Şalvarla get. Cibindən hər şey çıxart. Düş. Oy pullar. Hökməni cəmaatın ölənləri üçün, Azərbaycan xalqının ölənləri üçün cəmiyyət rəhməllahu mən istəmə dua qarər. Go shorty, it's your birthday. We gon' party like it's your birthday. We gon' sip a party like it's your birthday. And you know we fucking be. You can find me in the club, bottle full of bug. With mommy, I got the X again, the chicken drugs. I'm not having sex, I ain't into making love. So come. Baxın gözəl insanlar. Bax 10 gündür biz bu vəziyyətdəyik. 10 gündür. Bax o gördüyünüz yer hardasa evin həyətin içində 91 metr su var. Düz 8 daşacan qalxıb, 7 daşacan qalxıb. Dünənki yağışdan sonra bəlkə də elə o 8 daşdı. O da gedə bilmirəm. Sapaqumucu imkan vermir. Bax hər gün beləyik biz. Hər gün. Düz 11 gündür bax. Bir nəfər gəlmir. Bir dənə qurum gəlmir. Fövqəldələrə zəng eləmişəm. Nə bilim su idarəsinə zəng eləmişəm. Nə bilim icra hakimiyyətinə getmişəm. Bələdiyyəyə getmişəm. Heç kəs gəlib bura baxmır. Niyə baxmır mən bilmirəm. Bütün ailələr hamısı qalıb suyun içində. Demək olar ki burada heç kəs qalmayıb. İndi hamısı çıxıb gedib. Bir mənim ailəmdə, bir də bir ailə qalıb burada. Başqa heç kəs qalmayıb burada. Şimdi bax çıxmıram. O elə ölüm qalım burada. Çünki əziyyətlə evdəymişəm. Elə ölməyim onun nə desən də. Bundan sonra Geparda yaşayacağam. Neyini yiyəcəm ki? Əziyyətlə tikmişəm. O mənim şəxsi mülkümdür. Zülüm çəkmişəm mən ondan ötürü. Şuşa qəsəbəsi romanı. Vay vay vay. Ne kime kaldı bu? Hay Allah. Kapı da açıq. Vay vay vay. Maşın qalxıb göyə belə. Vay belə.
girən həmin ev. Poldenlikində suyu gedir. Demək, sabahdan temperatur yenəcək, havalar dönəcək, işıqlar sönəcək, kasıblar öləcək, varlılar güləcək, bunu aləm biləcək. Sonra 10 günlükdə yaxşı olacaq. Havalar asacaq, temperatur qalxacaq, kasıb nüvəyə sıxılacaq, həkim tərəfindən baxılacaq, yaxşı olan qalxacaq. Yaxşı olmayan getdi işinə, mollalar düşəcək peşinə. Bugün aprelin 6-sı gəlmişəm evə, yenə suyun içində. Çəkilib getmişdi, yenə gəldim ki, yenə suyun içindədir ev. Divarlar görməyə günə qalıb. Yəni buradan sözüm bəzi insanlaradır ki, yazırlar ki, qayıdın rayonlarınıza. Mən rayon adamı deyiləm, ay millət. Bunu başa düşün. Mən qəribə Azərbaycanlıyam. 88-ci ildə gələnlərdənəm. 9 yaşında gəlmişəm, indi 47 yaşım var. Buradan ağzı göyçəklər, bəzi ağzı göyçəklər yazır ki, rayonsan, rayonuna qayıt, filan, besməkan. Sözün bəzilərinədir. Yaxşı insanların Allah canını sağ eləsin. Buradan bəzi insanlar var, ev təklif elədilər ki, gəl müvəqqəti qal. Amma adam utanır, gedə bilmir. Sığınmışam anamın evinə. Yəni bu vəziyyətdir. Özüm açıq qoymuşam, yəni hər şey bərbad vəziyyətdədir. Baxın, görün. Buradan sözüm aidiyyəti qurumlaradır. Nə vaxta qədər bu vəziyyətdə qalacaq? Nə vaxta qədər? Baxın, biabırçı vəziyyətdəyik. Evdən də dəhşətli, üfunətli iyi gəlir. Belə olmaz da, yəni biz də insanıq. Biz ev almamışıq ki, bu vəziyyətə qalaq. Biz ev aldıq ki, ağ günə çıxaq.